Mesela 5. Kök altında 81 faizi 3 olan ədədin 3 mislini tapın. Əvvəlcə kök altında 81 faizi sadələşdirək. Bu bərabərdir. Kök altında o 81 faizdən ədədə keçək. Faizdən ədədə keçəndə 100-ə bölürük. 81 bölək 100. Bu bərabərdir. Kök altında 81 bölünsün kök altında 100. Bu da bərabərdir 9 bölək 10. 9 bölək 10'u yenidən faizə keçək. Faizdən də ədədə keçəndə 100 faizə vururuq. 100 faiz faizə keçirik. İxtisarlarımızı aparırıq. Bu da bərabərdir 90 faiz. Beləliklə kök altında 81 faizin yerinə 90 faiz yazırıq. Deməli, məsələnin şərtini nəzərə alsam, 90 faizi 3 olan ədədi tapmalıyam. 3 olan ədədi tapın. 100 faiz olacaq x. Və buradan tənasüb qurub alırıq. Olacaq 90 bölək 100 bərabərdir 3 bölək x-ə. Buradan da tapdıq ki 3x bərabərdir 10'a, x də bərabərdir 10 bölək 3. Və məsəl tələb olur, ədədin 3 mislini tapın. Ədədi tapdıq, 3'də 10'dur. Onda məsələni həll eləmək üçün 3'ü 3'də 10'a vururuq. Bu da bərabərdir, 3'lər ixtisar olundu 10. Və nəticədə kök altında 81 faizi 3 olan ədədin 3 misli cavab 10'a bərabərdir.